İranda küçə etirazlarının yenidən başlaması çox az adam üçün gözlənilməz oldu. Siyasət və iqtisadiyyat üzrə mütəxəssislər uzun müddətdir ki, az qalan insanların yenidən küçələrə çıxacağını proqnozlaşdırırdılar. Xalqın gözləntiləri və İrandakı ağır iqtisadi vəziyyət cəmiyyətin bir partlayışın və etiraz dalğasının astanasında olduğunu göstərirdi. Hal-hazırda aksiyalar Respublikanın 31 vilayətinin ən azı 340 yaşayış məntəqəsində keçirilir. Ölkə üzrə saxlananların sayı 2000-i ötüb. Təhlükəsizlik qüvvələri ilə toqquşmalar qeydə alınıb. Mülki şəxslərə qarşı döyüş sursatı və göz yaşardıcı qazdan istifadə edildiyi bildirilir. İlkin bilgilərə görə hadisələr nəticəsində 45 nəfər ölüb. Ölənlər arasında 4 az yaşlı və 2 polis əməkdaşı var. Politoloq Elxan Şahinoğlu bildirib ki, İranın sonuncu şahının oğlu Rıza Pəhləvinin İran xalqını 8 və 9 yanvar tarixlərində küçələrə çıxmağa çağırması onun özü, o cümlədən ABŞ və İsrail üçün nəbz yoxlamasıdır. Rıza Pəhləvi ABŞ və İsraildə özünü İran rejiminə əsas alternativ kimi tanıtdırıb. Pəhləvini həvəsləndirən İranda son etiraz yürüyüşlərində onun adının hallandırılması, lehinə şüarların səsləndirilməsi olub. Halbuki İranda yaşayan müxtəlif millətlər, o cümlədən Azərbaycanlıların mütləq əksəriyyəti molla rejiminin yerinə Pəhləvinin simasında yenidən şah üsul idarəsinin bərpasını istəmirlər. Buna baxmayaraq molla rejiminə etiraz edən farslar arasında Pəhləvilərə simpatiyası olanlar az deyil. Əgər Pəhləvinin çağırışına uyğun olaraq 8 və 9 yanvar tarixlərində İranda etirazlar əvvəlki günlərlə müqayisədə daha kütləvi olarsa, Vaşinqtonun və Təl-Əvivin Rıza Pəhləviyə inamı artacaq. Əks halda ABŞ və İsrail alternativ variantlar üzərində planlar qurmağa başlayacaqlar, deyə politoloq qeyd edib. Onu da qeyd edək ki, son aylarda yerli media qurumları qiymət artırmaları, yaşayış xərclərinin yüksəlməsi və əmək bazarındakı xaosun nəticələrinin yeni bir xalq etirazına zəmin yaradacağı barədə iqtisadçılar və siyasi ictimai fəalların xəbərdarlıqlarını dəfələrlə gündəmə gətirmişdilər. Elçin Şualı, Qafqaz TV üçün.